Çaydan qaynayana qədər hazırlanan çox möhtəşəm bir peçenya resepti deyirəm sizə. Çox asan. Demək olar ki, lap belə körpə uşaq da bunu hazırlaya bilər. İnşallah siz də hazırlayın və razı da qalın. İftar süfrəsində də çayla nuş edin. 200 qram çörək yağının üzərinə 2 ədəd ağlı sarılı yumurta əlavə etdim. Bunları bir yerdə çırpıcı ilə qarışdırıram. Üzərinə də 200 qram şəkər tozu əlavə etdim. Bunları eyni məhlul olunana qədər çırpıcı ilə qarışdırıram. Sonra isə üzərinə 4 xörək qaşığı bal əlavə etdim. Və bir paçka qabartma və bir paçka da vanilin əlavə etdim. Yenidən qarışdırıram. Sonra isə üzərinə 500 qram un əlavə edirəm. Unu az-az əlavə edirik. Onlar fərqli olur xanımlar. Odur ki, biraz burada ehtiyatlı iş görürük. Ola bilsin biraz əski un götürə bilər. Ola bilsin biraz artıq götürə bilər. Xəmir yoğururuq. Yumşaq, ələ yapışmayan bir xəmir olur. Budur, xəmirimiz hazırdır. İndi isə keçirik hazırlanmasına. Bax belə yumru-yumru, hardasa 50 qram böyüklüyündə gündələr tuturuq. Əlimizlə heç bir formadan istifadə etmirik. Sonra soba listinə bax belə düzürük. Məndə 25 ədəd xanımlar peçeni alındı. Hani istəsəniz biraz böyük ölçüdə götürə bilərsiniz. Bütün peçeniləri bax belə ovcumun içində yumurlayıb yığıram. O qədər yumuşaqdır ki, xanımlar. Bax, bu da hətta körpə uşaq da dediyim kimi hazırlaya bilər. Peçenilərimiz hazırdır, xanımlar. Nuş edin, Allaha əmanət olun. Yeni videolarda görüşənə qədər.